Düz bir həftədən sonra Tbilisidə növbəti Avropa çempionatı başlayır. Azərbaycan cüdoçuları gördüyünüz kimi həmin yarışa hazırlaşırlar. Demək olar ki, heyət ən güclü idmançılarımızdan təşkil olunub. Ümid edirik ki, bu Avropa çempionatında Azərbaycan cüdoçuları çalışıb imkan daxilində nə qədər çox medal qazansalar bir o qədər yaxşı olacaq. Bildiyiniz kimi Tbilisiyə 15 idmançı gedəcək. 9 kişi və 6 qız və onların arasında 2 nəfərimiz var ki, vaxtilə Avropa çempionatında qızıl medal qazanıblar. Hidayət Heydərov və Zəlim Katsoyev. Ümid edək ki, Azərbaycan cüdosu tarixində indiyənə qədər 9 cüdoçumuz Avropa çempionatının qızıl medallarını qazanıblar. Bu idmançılardan kimsə 10-cu ola bilər. Kim olacaq? İnşallah bir 10 günə biləcəyik. Komandamıza uğurlar.